Sual budur ki, Əhl-i-Sünnə və Cəma etiqadı ilə rafizlərin etiqadında Məhdi məsələsində fərq nədir? Yəni, bizim etiqad etdiyimiz Mehdi ilə rafizlərin etiqad etdikləri Mehdi arasında fərq nədir? Təbii ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədislərində, hətta hədis əhlindən bəziləri qeyd edib ki, bu hədislər mutavatir dərəcəsinə çatır. Mehdi barəsində olan hədislər, səhih hədislər mutavatir səviyyəsindədir və inkarı qeyri-mümkündür. Və demək olar ki, bütün hədis kitablarında zikr edilir. Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, Məhdi Fatimənin övladlarındandır. Və başqa bir hədisdə gəlir ki, dünya zülm ilə dolduğu halda Allah subhanahu ta'ala mənim nəslimdən bir kişini çıxarar və onun əli ilə dünyada ədaləti bərpa edər. Və bu hədislər səhihdir. Ancaq bizim etiqad etdiyimiz Mehdi ilə onların etiqad etdikləri Mehdi arasında böyük fərq var. Əvvəla, biz bizə çatan hədislərlə bilirik ki, bu kişinin adı Muhammed, atasının adı Abdullah olacaq. Yəni, Muhammed ibn Abdullah. Abdullahın oğlu Muhammed. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə deyir ki, və bu hədisi nəinki Əhl-i-Sünnə mühaddisləri, hətta rafisi alimləri özləri belə nəql ediblər. Hədisdə gəlir ki, onun adı mənim adıma və atasının adı mənim atamın adına müvafiq olacaq. Yəni, Abdullah oğlu Muhammed. Amma 12 imamçı rafislərin etiqad etdikləri Mehdi Muhammed ibn Həsəndir, Əl-Əskəri. Muhammed ibn Abdullah deyil. Və sual verilsə ki, bəs bu hədisə nə cavab veriblər? Başlayıblar bu hədisi təbil etməyə. Deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əslində bunu qəsd edib ki, onun adı mənim atamın adına müvafiq olacaq, yəni adı Muhammed olacaq. Və kunyəsi mənim kunyəmə müvafiq olacaq. Yəni, Əbu Abdillah. Və deyirlər ki, razı xəta edib. Dəlil nədir? Dəlil nədir ki, razı xəta edib? Həmçinin onların etiqad etdikləri Mehdi Hüseynin nəslindəndir. Və bizim etiqad etdiyimiz Mehdi Həsənin nəslindəndir. Abu Davud Əs-Sünənində rəvat edir. Həmçinin onların etiqad etdikləri Məhdi doğulur və qeydə çəkilir. Bizim etiqad etdiyimiz Məhdi doğulmuyor. O doğulacaq. Və təbii ki, bu Məhdi inancı, yəni onların etiqad elədikləri Mehdiyə nəinki bir, hətta şiyələrin özləri belə etiqad etmirlər. Məsələn, İsmaillər, Zeydilər, özlərindən başqa 70'ə yaxın şiyə firqəsi var. Xulasa ümumilikdə götürsək, şiyələrin 70% firqə olaraq götürsək, onların etiqad elədikləri Mehdiyə etiqad eləməyiblər. Və bu cür Mehdilər tarixdə çox çıxır. Və bu onlarda birinci Mehdi deyildi. Onlar ən birinci etiqad edirdilər ki, Əli Mehdidir. Məsələn, rafislərin ən birinci firqələrindən var Səbailər. Onlar buna etiqad edirdilər. Və sonra elə bir firqə var ki, onlardan Əlinin Fatimədən yox, başqa zövcəsindən olan oğlu Muhammed ibn Hənəfiyyənin Məhdi olduğuna etiqad edirlər ki, adı Muhammeddir. Sonra Muhammed Baqir. Bəziləri etiqad edirlər ki, o Muhammed, həmin Muhammed deyən Məhdidir. Və sonra bəziləri etiqad eləmişdilər ki, Cəfər Sadiqdir Mehdi. Və bu cür firqələrə bölünmüşdülər. Vaqiflər, Nəvusilər, Fəthilər, Səbailər,
70'e yaxın firqə. Hər imam öləndə öz aralarında bölünürdülər firqələrə. Və xülasə, axırda Həsən Əskəri gəlir, onun da övladı olmur. Övladı olmur. Və bu da çox onun övladının olmadığını ispat etmək çox rahatdır. Çünki ərəblərdə bizdən fərqli olaraq nəsəb elmi var. Nəsil elmi var onlarda. Həmin kitablar indi də qalır. Qureyşin nəsli, Əli ibn Əbi Talibin nəsli. Bir neçə gün bundan qabaq o kitablardan birinə göz gəzdirirəm. Kitab bir neçə ciltdir. O ciltlərdən biri yalnız Əli, Həsən, Hüseynin, Əhl-i Beytin nəsil şəcərəsinə aiddir. Yəni, sən heç kəsə allada bilməzsən. O səbəbdən nəsil alimi Əl-Kani, həmçinin tarixçi Tabari tarixində göstərirlər ki, Həsən Əl-Əskərinin övladı olmuyor, sonsuz olur. Yəni, onların etiqad elədikləri 11-ci imam. Hətta bunlar çaşbaşa düşürlər, görəndən sonra ki, oğlu olmuyor. Bəzilər deyib ki, düzdür. Çünki öz kitablarında da rəvayətlər var. İnşallah nəsib olar, başqa bir vaxtda bu barədə geniş bir dərs götürərik və o rəvayətləri bir-bir gətirərik. Öz kitablarında rəvayətlər var, bunu ispat edən. Hansı ki, Həsən Əl-Əskərinin etiqad etdikləri 11-ci imamın övladı olmuyor. Və bunu görəndən sonra başlayıblar hədislər uydurmağa. Məsələn, bəzi firqələr onlarda hədis uydurub ki, düzdür, Həsən Əskəri vəfat edəndə övladı olmuyor. Övladı olmadığının dəlillərindən biri nədir? Çünki öz kitablarında da gəlir və Əhl-i-Sünnə kitablarında da gəlir ki, o vəfat edəndə onun övladı olmadığına görə onun mirası qardaşı Cəfərin və bəzi qohumların arasında bölüşdürülür və o mirasdan oğluna pay düşmür. Yəni, belə bir övladı olmur ki, ona pay düşsün. Öz kitablarındadır. Və Həsən Əl-Əskərinin qardaşı Cəfər öz bunu etiraf edirdi. Yaxşı, sizcə rafisilər həmin Cəfərə nə deyirlər? Ləqəb verirlər. Cəfərul Kəzzəb, yalancı Cəfər. Əhl-i Beytdəndir. Əhl-i Beyti olan hörmət. Fərqləndiriblər ki, şiələr çaşmasın. Cəfər-i Sadiq və Cəfərul Kəzzəb. Həsən Əl-Əskərinin qardaşı. Nə var? O özü buna, yəni bunu bəyan edib ki, bəli, qardaşım sonsuz olur. O deyil Kəzzəb. Sənsən Kəzzəb. Yəni, kişinin qardaşı bilmir ki, qardaşının oğlu var ya yox. Subhanallah. Amma sən 1200 il keçib iddia edirsən ki, onun oğlu olur. Qardaşı, doğma qardaşı deyib ki, olmuyor. Sonsuz olur. Bu səbəbdən deyiblər ki, kəzzəb, yəni yalancı. Və buna dair misallar çoxdur. Və bir qrup onlardan iddia edib ki, düzdür, olmuyor. İndi çıxış yolu budur ki, sözcəsi hamilə olur. Yəni, Həsən Əl-Əskəri vəfat edəndən sonra doğulub. O bir tərəfdən başqa şiə firqəsi deyib ki, yox, bu qəbul edilmir. Nə üçün? Çünki biz axı demişdik axı, razılığa gəlmişdik ki, özümüzdən əqidə uyduranda. Onlara görə qaydadır. İmam öldü, onu kim yumaldı? İmam. Kim cənazəsini qılmalıdır? İmam. Yaxşı, Həsən Əl-Əskəri vəfat edəndə övladı yox idisə, bəs onu kim cənazəsini qıldırdı? Sonra qaydadır ki, imam qıldırmalıdır. Məsum. Məsumun cənazəsi məsum qıldırır. Qaydadır bunlarda. O səbəbdən onlar başqa rəydədirlər. Deyirlər ki, yox. Həsən Əl-Əskəri vəfat edəndə oğlu var idi 5 yaşında. 5 yaşında uşaq uydurdular və hətta güya Cəfər Həsən Əskərinin qardaşı onun cənazə namazını qılmaq istəyəndə bu 5 yaşında uşaq cəmaatı aralaya-aralaya gəlir və tutur əmsinin
libasından dartır və deyir ki, çəkil qırağa, mən özüm qıldıracam. Və qıldırır və sonra görürlər ki, uşaq yoxa çıxdı. Buna etiqad edirlər. Və sonra onlardan uydurdular ki, belə bir insan və sonra hədislər var ki, hətta öz kitablarında Həsən Əskərinin zövcəsində hamiləlik əlamətləri olmuyor. Məlumdur hamiləliyin əlamətləri nələrdir. Buna da cavab tapıblar, Mehdini anasının budundan çıxarıblar. Çünki normal yolla yox, anasının budundan çıxır. Yəni bu yola da geliblər, tək uşağı nə eləsinlər? Doğuzdursunlar, dünyaya gətirsinlər. Tək uşaq olsun. Buddan da çıxsa, tək bu olsun yəni. Öz kitablarındadır. Arsız deyirlər ki, yox, hədis zəifdir. Allahu akbar. Buna etiqad edən alimlərin var sənin. Hədis zəif nədir? Söhbət etiqaddan gedir. Sən hansın hədisin səhliyinə baxmısan, indi deyirsən hədis zəifdir. Görürlər ki, biabırsılıqdır, uşaq buddan çıxmaz axı. Xülasə, birinci iddia etdilər ki, uşaq var, belə doğuzdurdular. Sonra deyəndə ki, hamı uşaq növbəti mərhələ lazımdır. Sonra uşağı nə edədilər? Saldılar mağaraya. Fikir verin, mərhələlərə fikir verin. Uşaq yoxdur axı. Həsən Əl-Əskəri vəfat edəndən sonra cahil şeylər belə uydurdular. Ki, uşaq var, cəmaat dedi, hanı? Qardaşı dedi, hanı? Dedi, mağaradadır. Mağarada. Buna da deyirlər, kiçik qeybət dövrü. Yaxşı, mağaradadır. 1 il göstərdilər, 2 il, 5 il, 10 il. Və güya ki, 4 nəfər var idi. O 4 nəfərin vasitəsilə onlar həmin mağaranın yerini bilirdilər. Onlar mağaraya gedib, güya imamla əlaqə qururdular. O 4 nəfər cəmaat ilə güya o mağarada olan uşaq arasında vasitəsi idi. Və illər keçir. 10 illər keçir. Bu vasitəçilər hamısı ölür. Biri ölür, ikisi ölür, üçü ölür, indi biri qalır. Bir şey fikirləşməzdir axı. Bu da mağaradan çıxmır. Olmayan şey necə çıxsın? Ondan sonra kötü növbəti bir mərhələyə. O artıq qeybdədir. Böyük qeybət başladı. Gözlüyün, indi Hasan hissəsi onda gələcək. Nə üçün qeybdədir? Niyə gəlmədi? Qorxur. Və bunlar etiqad edirlər bu əfsanəyə və cəmaata məcbur edirlər ki, sizə etiqad edir və kim etiqad etməsi kafirdir. Və sən təsəvvürlə, şiə firqələri ki var, 70% bu əfsanəyə etiqad eləmir. 12 imamçı rafislərdən başqa. Seydilər gülürlər, İsmaillər gülürlər, Vaqiflər, Navusilər, Fətihlər, hamısı gülürlər rafislərin bu oyununa. Nəinki əhl-i-sünnə və cəma, şiə firqələri İsnə-əşəriyyə, 12 imamçı rafislərdən başqa heç biri onların uydurduqları bu əfsanəyə etiqad eləmir. Hətta öz kitablarına baxsaq, yaxşı sual, bu uşaq Hasan doğulur. 10 dənə rəy var, ona yaxın rəy var. Təfsir Kitab-ül Kafidə nə qədər il? Cürbəcür rəqəmlər. Biri deyir filan ildə, biri deyir filan ildə, biri deyir filan ildə. Yəni, ravilər, o vaxtın şiyələri, küfə şiyələri bir-birlərindən xəbərsiz uydururlar. Çünki fakt Həsən Əskəri öləndə oğlu olmuyor. İndi uyduran elə uydurmalıdır ki, yəni vəfatından bir neçə il qabaq olub övladı, hansı ki o vəfat edəndə ya 4, 5, 3 yaşları olub. Hələ bir rəqəm uydurur. Və heç bir rəqəm bir-birinə uyğun gəlmir. Sonra bunun anası kim olub? Anası kim olub? Bir dənə düzgün şey tapa bilmirsən. Ondan artıq qadın adı. Ondan artıq qadın adı. Öz kitablarında. Yəni, bu uşağı kim doğub? Ona da cavab tapırlar, deyirlər, elə bu 10 qadın elə bir qadındır. 10 dənə adı olub. Və belə. Və bu fərqdir bizdə olan Mehdi inancı ilə rafislərdə olan Mehdi inancı arasındakı fərq. Qısa olaraq. İxlasla.com saytı tərəfindən təqdim olundu.